Salam. Gördüyünüz bu bitki soğan bitkisinin çayıdır. Soğan bitkisi içildiği bitkidir. Birinci il yeraltı ehtiyat qida maddə toplanan soğanağı əmələ gətirir. İkinci il isə soğanaqda olan qoltuq tumurcuqlarından silindirib yarpaqlara əmələ gəlir. Silindirik yarpaqlardan burada da hələ qalıbdı. Verin. Sonra isə bax təpə tumurcuqlarından gördüyünüz kimi zoğ yaranır və zoğun üzərində onların sadə çətir adlanan çiçək qrupları əmələ gəlir. Bilirsiniz də, yəqin bu zambaq fəsiləsinə aiddir. Ona görə bunlarda çiçək sadə yanlıqlıdır. Yəni bunlarda da ləçək yox, bərabər əlvan yarpaqçıqlar yaranır. Çiçək qrupunda 6 dənə bərabər yarpaqçıq olur. Sadə çətirdə çoxlu miqdarda çiçəklər toplanır. Bax bu yenidir, görürsünüz, açıb təzədir. Qalanlar hələ tumurcuq şəklindədir, açacaq. Onlar da. Meyvələri qutcuq meyvədir. Həmin qutcuq əkiləndə birinci il onlardan yenidən torpaqda olan zoğun yeraltı şəkil dəyişməsi hesab olunan soğanaq yaranacaq. Bu hələ tumurcuq indi partlayıbdır. Verin. Çox maraqlıdır. Hər bitkinin özünə məxsus xüsusiyyətləri olduğu kimi soğanın da özünə məxsus gördüyünüz kimi həm çiçək qrupları var, həm də zoğları, həm də yeraltı ehtiyat qida maddə toplanan zoğları mövcuddur. Çox maraqlı. Bir nəfəri bitkidir. Qeyd elədim ki, zambaq fəsiləsinə aiddir. Aha, arıya baxın. Arı yəqin ki, onun çayı tozlandırmaq üçün gəlib. Bu qədər. Sağ olun.